Salam müəllimlər. Bu gün qrupa açılmış led lampalara uyğun bir dənə test nümunəsinə baxaq. Bizdə burada testi oxuyarkən xüsusi diod lampa 3 fərqli rəngdə işıqlana bilir. Lampanın sönmüş vəziyyətini nəzərə alaraq bir lampanın 4 müxtəlif vəziyyətdə ola biləcəyi məlumdur. Lampalar şəkildəki kimi düzülmüşdür. Sonra bizə deyir ki, 2 eyni rəngli və ya sönmüş lampa yanaşı ard-arda gəlməmək şərti ilə 5 lampa birgə neçə müxtəlif vəziyyətdə işıqlana biləcəyini hesablayın. Birinci bizə 4 müxtəlif vəziyyətdə lampa deyir. Sonra 5 müxtəlif vəziyyətdə lampa deyir. Əgər 4 müxtəlif vəziyyətdə lampa deyərsə, ard-arda gəlməsin deyəndə belə bir düstur yazaq. N-1 daha doğrusu bir dəqiqə. N vuraq, N-1 vuraq, N-1 vuraq, N-1 vuraq, N-1. İndi bu düsturu yazsaq, deyir ki, ard-arda gəlməsin. Əgər ard-arda gəlməsin deyəndə bu düsturdan istifadə edirik. İndi yazırıq ki, əgər 4 vəziyyət üçün desəydi, yazardıq 4 vuraq, 4 çıxaq 1, vuraq 4 çıxaq 1, vuraq 4 çıxaq 1, vuraq 4 çıxaq 1. O da bərabərdir 4 vuraq 3 üstü 4. O da 4 vuraq 81 bərabərdir 324. Bu 4 müxtəlif vəziyyətdə əgər hesablayacaqsınızsa 4 müxtəlif vəziyyətdə 324 alınacaq. Yox, əgər bizə deyir ki, bizdən istədiyi odur ki, 5 müxtəlif vəziyyətdə işıqlana biləcəyini hesablayın. Onda yazacağıq 5 vuraq, 5 minus 1 vuraq, 5 minus 1 vuraq, 5 minus 1. Buradan da 5 minus 1 yazaq. Bu da bərabərdir 5 vuraq 4 üstü 4-ə. O da bərabərdir 1280. Biz 5 müxtəlif vəziyyətdə işıqlana biləcəyini cavabını hesablayarkən cavabımız olacaq 1280. Əgər 4 müxtəlif vəziyyətdə istəsəydik, onda 324 alardıq.